Herkese salam. Son montaj dərsimizdə hazırladığımız modellərin, drawinglərin görəcəyik. Bundan əlavə olaraq Exploded View-nu göstərəcəm sizə və doğru şəkildə drawinglər necə çıxarılır, bunlar haqqında məlumatlar verəcəm. Həmən birinci modelimizdən başlayaq. İlk assemble'ımızı açıram. Bu şəkildə. İndi sizə bunun Exploded View-sun, daha sonra bunun drawingi necə yaradılır, onu göstərəcəm sizə. Exploded View nədir? Əvvəlcə onun haqqında kiçik bir məlumat verim. Burada gördüyünüz Exploded View-dan istifadə edəcəyik. Bu assemble olmamışdan əvvəl partları necə formadaydı və partları ayrılıqda necə göstərə bilərik? Bunlar haqqında məlumat verir. Yəni, assemble'ımızı bir növ explode edir. Həmən Exploded View-ya klik eləyək. Assemble'dan Exploded View-ya klik eləyəcəksiniz bu şəkildə. Daha sonra assemble'ımıza necə mate vermişiksə partlarımıza bir-bir, onu tərsinə formada, yəni reverse olaraq yenidən explode eləməyə çalışacağıq. Məsələn, birinci partımızı seçirəm. Daha sonra partımızı hansı formaya, hansı positiona gətirmək istəyiriksə, onu göstərir bizə. Bu oxlardan istifadə edə bilərik. Bunu yuxarı dartıram, yuxarı şəkildə explode eləyirəm. Daha sonra gəlib buna OK vurmuram. Buradan birinci partıma dan vururam. Artıq birinci partım bu formada olur. Exploded. Sonra ikinci partımı bura klik edirəm. Daha sonra bunu biraz yuxarı qaldırıram. Daha sonra buna da gəlib dan vururam. Əgər burada yenidən dəyişmək istəyirsinizsə, yenə gəlib buna klik edib bunu biraz da yuxarı bu şəkildə qaldıra bilərsiniz. Əgər səhvliklə buna dan deyil də OK vurub çıxsanız bitirmədən işinizi, o zaman necə yenidən bunu açırıq, onu göstərim sizə. Burada normalda matelərimizə baxan hissədə bunun sağında konfigurasiyalar var. Konfigurasiyalara getdiyimiz zaman bu şəkildə birinci assemble'ımızı, daha sonra altında bir konfigurasiya görəcəksiniz. Bunu açdıqdan sonra Exploded View görəcəksiniz. Buna klik eləyin. Sağ klik elədiyiniz zaman burada gəlib Edit Feature deyə Edit Feature deyib yenidən həmin Exploded View-ya geri dönə bilirsiniz. Gəlib buradan təzədən Exploded View-nu açmayın. OK, bu şəkildə Explode elədik. Yəni, partımız mate olmamış şəkildə görsənir bizə. Buna OK vururam. Daha sonra bu Exploded View-dan Collapse View-ya qayıtmaq istəyirəmsə, bura right klik elədiyiniz zaman burada fərqli seçənəklər görəcəksiniz. Biz burada gəlib Collapse-a klik elədiyimiz zaman avtomatik olaraq mate verilmiş formanı göstərir sizə. Daha sonra bir dəfə də right klik eləyib Exploded deyə bilirsiniz. Bura klik elədiyiniz zaman sizin üçün explode eləyir. Bunun önəmi nədir və drawingdə necə istifadə olunur? Həmən onu görək. Gələk, normal partımıza necə drawing yaradırıqsa, assemble'ımıza da eyni formada drawing yaradacaq. Əvvəlcə bunu save eləyək. Ctrl-S-nə save elədim. Daha sonra New-yə gedirəm. Make drawing from part or assemble hissəsindən klik edirəm. Hal-hazırda bu assemble'ımızın drawingini çıxarmağa çalışacağıq və Exploded View-nun orada nə işə yaradığını görəcəyik. Əvvəlcə bu assemble'ımızda artıq front, right və ya back və ya topu gətirməyə heç ehtiyac yoxdur. Sadəcə izometriki gətirsək bizə bəs eləyir. İzometriki gətirib bu şəkildə qoysaq, daha sonra rəngləndirsək bunu, OK bassaq, ölçüsünü böyütsək, 21 etsək, bu şəkildə sadəcə izometrik view-dan göstərə bilərəm assemble'ını. Hətta 2-nin biri də edə bilərik. OK, əla. Buranı refresh eləyək. Yenidən bizim burada. OK, view-larımız görsəndi. Biz normalda bu şəkildə qoya bilərik və bu şəkildə drawingimizi verə bilərik. Yəni, ardın gətirə bilərik. Amma Exploded View-nu gətirmək daha məsləhətlidir. Yəni, Exploded View-nu gətirib bura qoysaq, buranı biraz uzaqlaşdıraq. Biz bura qoymaq istəmirik. Məsələn, Exploded View-nu buradan referans alır. Bura bir yerə qoysaq və bu view-nu silsək, buna ehtiyac olmasa, Exploded-u gətirib bura bu şəkildə qoyub rəngləndirə bilərik. Bu daha düzgün şəkildə
gösterilme metodikasıdır. Bunu gösterip daha sonra sizə bu drawingi necə tamamlamaq lazımdır? Yəni assemble'ın drawingini onu göstərəcəm. Buradan sonra gəlib annotation hissəsində tables sizə göstərmişdim. Burada tables'a yenə klik edin. Burada artıq tables'dan bill of material hissəsi var. Bill of material'a klik edin. Yəni bu assemble'da olan partların bir-bir cədvəl şəkildə mənə göstərsin istəyirik. Gəlirik bu view'nu seçirik. Daha sonra belə bir pəncərə çıxır bizdə. Buna OK deyirik. Daha sonra belə bir cədvəl çıxır. Yəni demək istəyir ki, 3 dənə partımız var. Sayısı nə qədərdir bunu göstərir. Item number'ları, part name'ləri, description'ları istədiyiniz kimi əlavə edə bilərsiniz bura. Daha sonra hansı part hansına aiddir onu göstərmək lazımdır. Yəni burada gördüyünüz şu hissəsi hansıdır və ya not hissəsi hansıdır onu göstərmək lazımdır. Bunun üçün isə auto balondan istifadə edirik. Burada gördüyünüz auto balona klik edirsiniz. Daha sonra yenə eyni şəkildə belə bir pəncərə açılır sizdə. Bu pəncərədən istədiyiniz şəkildə bunları qoya bilərsiniz. Gördüyünüz kimi rəqəmlərlə göstərir. Məsələn 3 burada göstərir. Gəlib 3'ə baxdığımız zaman not olduğunu görə bildik. Bu şəkildə istədiyiniz formada dəyişə bilərsiniz bunları. Solda, sağda, sadəcə yuxarıda, aşağıda və ya bu şəkildə istədiyiniz kimi dağınıq göstərə bilərsiniz. Sonra OK vurduqdan sonra bunu istədiyiniz kimi hərəkət elətdirə bilərsiniz. Bu şəkildə gətirdik, istədiyiniz yerə qoya bilərsiniz və ya bunun sonluğunda götürüb istədiyiniz kimi bura yerləşdirə bilərsiniz. Fərqi yoxdur. Sadəcə burada gördüyünüz hissəni gəlib bura yerləşdirməyin. Çünki bura yerləşdirsəniz bu 2'yə çevriləcək avtomatik olaraq. Çünki bu ikinci partdır. Gətirib bura yerləşdirin ki, üçüncü parta çevrilsin bu. 3 gördüyümüz kimi notdur və düzgün formada olmalıdır. Yenə bunu da yerini dəyişə bilərsiniz. İstədiyiniz kimi gətirib bura qoya bilərsiniz. Belə bir şey verə bilərsiniz. Daha sonra yenə eyni ilə bunda da bura qoya bilərsiniz. Belə bir şey verib modelinizi bu şəkildə tamamlaya bilərsiniz. Adları bu şəkildə yazılır. Assemble'da bu cür çıxarılır. Yəni assemble haqqında məlumat verilir bu şəkildə table'da. Daha sonra hansı rəqəmlər hansı partlara aiddir bu şəkildə göstərilir. Şimdi gələk bunu save eləyək. Yenə eyni formada bunun adı normal olaraq bu assemble'ın adıyla eyni olmalıdır. Yəni heç bir fərqlilik olmamalıdır. Bura nöqtə və ya vergül heç bir şey əlavə etmədən save edirik. OK, bu şəkildə. İndi keçək bir sonraki parta. Sizə yeni funksiyalar göstərəcəm bir sonraki partda. Bir sonraki parta keçməmişdən öncə bir funksiya göstərəcəm sizə. Bu daha çox emalatda istifadə olunmur və ya şirkətlər də çox istifadə eləmir. Amma əlavə olaraq belə bir bilgi də sizə lazım olar nə vaxtsa. Burada Explode View'nun altında Exploded Line Sketch diye bir şey var. Yani buna klik elədiyiniz zaman hansı part hardan çıxır onu göstərir. Məsələn, buna klik eləsəniz, daha sonra bura klik eləsəniz, məsələn, bunlar arasında bir xətt göstərir. Pointer silək buradan. Bunlar arasında bir xətt qoyur. OK bassaq, göstərir ki, bu gəlir, bura girir və ya buna klik eləsəniz, daha sonra bura klik eləsəniz, bunlar arasına bir xətt qoyur. Yəni, demək istəyir ki, bu gəlir, bura yerləşir. Bu şəkildə də göstərə bilərsiniz. Bu çox istifadə olunmur və çox da məsləhət görülmür. Amma bu şəkildə də istifadə edə bilərsiniz. Sketch olaraq belə göstərilə bilər. Drawing'ə də keçid elədiyimiz zaman bir-bir arasında bu şəkildə əlaqələr görsənə bilər. Amma dediyim kimi, çox istifadə olunmayan funksiya olduğu üçün buna ehtiyac yoxdur. İkinci assemble'ımızda yenə eyni formada əvvəlcə save edək. Daha sonra gedək make drawing deyək. Burada məsələn make drawing deyib explode view'dan istifadə eləsək çox rahatlıqla görsənə bilər. Gələk əvvəlcə save edək. Bu şəkildə burada qalsın. Sonra gedək explode view'sun create eləməyə çalışaq. Explode view'ya klik edirəm. Yenə eyni formada. Bura klik edirəm. Yuxarı qaldırıram. Bu şəkildə.
Daha sonra done basıram. Tamamilə çıxmıram buradan. Yəni OK basmıram. Yenə burada bura klik eləyə bilərəm. Yenə aşağı gətirirəm bu şəkildə. Sonra done basıram. Daha sonra buna klik eləyə bilərəm. Yenə bu şəkildə aşağı gətirib done basıram. Bu şəkildə modelimi tamamlaya bilərəm. Yenə keçid eləyirəm. Buradan Open Drawing deyirəm. Artıq buradan Ctrl-Q eləsək. Explode view'umuz gəlmədi. Problem deyil. Keçid eləyək. OK. Bir dəfə refresh etdikdən sonra Explode view'umuz gəldi. Bu şəkildə qoyuram. Daha sonra istədiyiniz kimi əslində bunu dəyişə bilərsiniz. Yəni biraz daha bu şəkildə qoyub save eləyib bura gəlirsiniz. Məsələn, buradan bunu silirsiniz. Sonra current hissəsi var. Current'a keçid edirsiniz. Yəni hal-hazırda qoyduğunuz forma nədirsə o. Buradan rənglendirirsiniz. Buradan da gəlib Exploded View'ya dəyişə bilirsiniz. Yəni istədiyiniz görünüşdən. Məsələn, bu görünüşdəki olan Exploded View'unu istəmirəm, izometrik istəmirəm. Mən current'da olanın Exploded View'sunu istəyirəm. Gəlin burada default hissəsindən. Burada indi default da çıxmadığı üçün Showing Exploded or Model Break State gəlir. Yəni bəzən default da çıxır, bəzən isə bu klik gəlir. Bura klik edirik, OK basırıq. Bu şəkildə. Daha sonra biraz böyüdək. Modelimizi bu şəkildə qoya bilərik. OK. Daha sonra yenə eyni metodikadan Tables'a gedirik. Bill of Material. Bura klik edirik. OK basırıq. Bu şəkildə bizim partlarımızı çıxardır. Bundan sonra isə gəlirik Auto balona basırıq. Bu şəkildə OK basıb bitirə bilərik. Bunları Auto balonla deyil, yəni Ctrl Z eləyək. Özünüz də balonlaya bilərsiniz. Bura klik eləsəniz, sizdən hansını balonlamaq istədiyinizi soruşacaq. Məsələn, bura klik eləyib bu şəkildə gətirib qoya bilərsiniz. 3. Bura klik eləyib bu şəkildə qoya bilərsiniz. 1. Və ya bura klik eləyib belə özünüz manual olaraq balonlaya bilərsiniz. OK basıb bu şəkildə bitirə bilərsiniz. Hansı modelin, hansı partın, hansı nömrəyə uyğun olduğunda bu şəkildə göstərirsiniz. Bu modelimiz də bu şəkildə olacaq. Əlavə olaraq yenə gətirib bura modeli yığılmış formada da qoysanız yaxşı olar. Çünki yığılandan sonra görünməlidir, necə görsənir. Bu şəkildə gətirib yığılmış formasını qoysanız, OK bassanız, vəssalam. Bu şəkildə modeli necə assemble eləmək lazımdır göstərə bilərsiniz. Təbii ki, bunu daha advanced formada irəlidə sizə göstərəcəm. Daha düzgün formada necə göstərmək olar, daha detallı ölçülər necə verilir, bunları da görəcəyik. Sadə bəsit formada drawing'i bu şəkildə çıxarda bilərsiniz. Keçid eləyək bir sonraki modelimizə. Bu modelimizdə yenə eyni şəkildə Explode View'sunu create eləyəcəyik. Explode View'da istədiyiniz formada qoyub explode eləyə bilərsiniz. Yəni sizə hansı görünüş daha rahatdırsa, məsələn, izometrikdə qoyub bu şəkildə də eləyə bilərsiniz. Burada təbii ki, biraz çətin olacaq. Bu şəkildə fırladıb Current View'dan da istifadə edə bilərsiniz. Həmən keçid eləyək Explode View'ya. Biraz uzaqlaşdıraq. Məsələn, bura klik eləyib bu şəkildə yuxarı doğru çəkə bilərsiniz. Və ya buradan da istədiyiniz, məsələn, gəlib burada Explode View'da belə bir şey göstərim sizə. Burada gördüyünüz Direction hissəsinə istədiyiniz yönü də seçə bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, Direction bu Direction'la hərəkət etsin. O şəkildə də eləyə bilərsiniz. Amma təbii ki, məsləhətdir ki, sadəcə bu oxlardan istifadə edib Explode View'nu create eləyəsiniz. Buna məsələn, ben basıram. Daha sonra bura klik eləyirəm. Bu şəkildə. Bura klik eləyib bu şəkildə eləyirəm. Eləyə bilərəm. Daha sonra bunu biraz aşağı salmaq istəyirsə rahat olun. Yəni gətirin, seçin, dan eləyin, aşağı salın. Amma yaddan çıxarmayın ki, part bir-bir etmək lazımdır. Hər partı hərəkət etdirdikdən sonra dana klik eləmək lazımdır. Bunların ikisini seçib, ikisini birgə də hərəkət elətdirə bilərsiniz. Bu şəkildə. Sonra dan eləyərsiniz. Daha sonra buranı bu şəkildə yuxarı qaldıra bilərsiniz. Yenə dan eləyib
devam edə bilərsiniz. Məsələn, bunların ikisini bu şəkildə seçə bilərəm. Aşağı indirərəm. Daha sonra dana klik eləyərəm. Sonra sadəcə bunu seçib biraz bu şəkildə gətirərəm. Və yenidən dana klik eləyib modelim bu şəkildə uyğundursa tamamlayıb bitirə bilərəm. Daha sonra məsələn bu hissə var. Bu hissəni də istəsəniz məsələn biraz belə eləyək. Bu şəkildə qoyaq. Burada dana basıb bunu biraz yaxına gətirə bilərik. Dana klik eləyib sonra bunu da biraz yaxına gətirə bilərik. Bu şəkildə yenidən gəlib dana klik eləyərik. Sonra OK basıb bu şəkildə Explode View-muzu create edə bilərik. Sonra dediyim kimi gəlib buradan collapse edə bilirsiniz. Narahat olmayın, meyitləriniz getmir. Sadəcə Explode View olaraq göstərir sizə. Yenə Explode edə bilərsiniz bu şəkildə. Burada da yenə hərəkət elətdirə bilmirsiniz, yadınızdan çıxarmayın. Bu Explode View-dur, burada bir şey dəyişə bilmirsiniz. Bu şəkildə qalsın. Sonra gedək bunun texniki rəsmini create eləyək. Keçirik texniki rəsm hissəsinə. OK. Bu şəkildə açıldı. Current View-nu gətirirəm. Biraz daha bunu rəngləndirək birinci. Sonra OK basaq. Bunu biraz daha böyüdək. 1-2 eləyək. Hətta 1-1-ə də eləyə bilərik. Bu şəkildə eləyək. Hər şeyi gizləyək. Daha sonra bura klik eləyib gəlirəm Show Explode View-nu aktiv eləyirəm. OK basıram. Burada gördüyüm qədərilə mənə çox uyğun bir görünüş olmadı. Bu arada bunun içərisində də belə bir model qalıb. O modeli də düzəltmək lazımdır. Bizim böyük ihtimal 2 dənə Explode View-muz var bu arada. Birinci Explode View-muz budur. Mən əvvəlcə create eləmişəm. İkinci də budur. Birincini gəlib buradan silirəm. OK. İkinci qalsın məndə. Burada Explode View-da edit eləyəcəm. Çünki içəridə balaca bir hissə qalıb. Onu da göstərməliyəm. Bunun bir dənəsini çıxartsam mənə bəs eləyir. Zaten neçə dənə olduğunu göstərəcək. Bura klik edib bunu da bu şəkildə yuxarı doğru çıxarda bilərəm. Bir dənəsini çıxartsam dediyim kimi bəs eləyir. OK-yə basıram. Bu şəkildə. Daha sonra save eləyirəm bunu. Drawing-imə keçid eləyirəm. Gəlib klik eləyirəm. Explode View deyirəm. Bu şəkildə bütün partlarımı göstərir mənə. Daha sonra etməmiz gerəkən gəlib Table-dan Bill of Material açırıq. Bill of Materials. Sonra bu view-nu seçirik. Sonra OK-yə basırıq. Bu şəkildə bütün partlarımız bir-bir çıxır. Neçədən olduğu. Bu dediyim kimi kiçildə də bilərsiniz bu şəkildə. İstədiyiniz kimi. Biraz kiçildək bu şəkildə. OK. Daha sonra auto balondan istifadə etsəniz daha yaxşı olar. Yenə yenidən yerini dəyişə bilirsiniz. Sonra OK-yə basın. Sonra istədiyiniz kimi gəlin dəyişin. Klik eləyirəm. Bu şəkildə biraz belə qoyuram. Bir də yaddan çıxarmayın. Məsələn, bura klik elədiyiniz zaman əgər edge göstərirsə, bu şəkildə başında bir ox olur. Edge göstərmirsə, face-i göstərirsə, face-in üzərinə qoyuram indi. Bu şəkildə gördüyünüz kimi başındakı ox yumruya çevrilir bu şəkildə. Burada da yenə eyni. Məsələn, edge göstərir. Gəlirəm, tam üzərinə qoyuram. Bu şəkildə yumruya da çevrilir. Və bunlar arasında belə bir maqnit əlaqəsi verir. Bunları birgə hərəkət elətdirmək olur. İstəsəniz bunu silə bilərsiniz. Delete eləyib fərqli-fərqli hərəkətlər elətdirə bilərsiniz. İstiqamətləri fərqli ola bilər. Yenə gəlirəm, eyni metod ilə buranı seçirəm. Bura gətirib buranı seçə bilərəm. Bu şəkildə qoya bilərəm. Bunlar gördüyünüz kimi çöldədir. İçəri çəkirəm bunları. Bu şəkildə qoyuram. Yenə burada maqnit var. Bunları istəsəniz silə bilərsiniz. O maqnitdə sizə göstərəcəm. Bu şəkildə belə. Burada gördüyünüz kimi 10 dənə hissə var və ondan 4 dənədir. Bunu gördüyünüz kimi göstərməyib. Bunu auto balonda böyük ihtimal hər hansısa bir xəta ola bilər. Gəlib balon linkə deyib, bunu da bu şəkildə manual olaraq göstərə bilərsiniz.
Narahat olmayın. Bu şəkildə manual olaraq da qoya bilərsiniz. Əgər hər hansısa bir parti göstərməyi unudubsa SolidWorks və ya göstərməyi elə deyək. Yəni siz bunu create etdikdən sonra, onu move etdikdən sonra bəzən göstərməyə bilir. Yəni 10-cu partı move etdik biz sonradan. O zaman göstərməyə bilir. O şəkildə gəlib manualdan istifadə edin. Onu da buraya yerləşdirək. Burada yerləşdirə bilərik. OK basaq, yaxınlaşdıraq. Buradakı maqnitimizi də silək. İstəsəniz yenidən maqniti aktiv edə bilərsiniz. Magnetic line var bura. Bura klik eləsəniz, məsələn, buradan bu şəkildə tutub hamısını seçə bilərsiniz. Və bu şəkildə qoya bilərsiniz. Çox da bunları çox belə məsləhət görmürəm sizə. Çünki maqnit biraz kontrol eləməsi çox çətin ola bilir. Bura klik elədiyimiz zaman birgə hərəkət eləyə bilir. Amma bunu kontrol eləmək istədiyiniz zaman bəzən belə anormal hərəkətlər eləyə bilir. Onun üçün çox vaxt mən maqnitdən istifadə etməyib. Bu şəkildə silirəm. Bunu biraz yaxınlaşdırıram. Ayrı-ayrı individual olaraq qoyuram. OK. Bu da bu şəkildə qoya bilərsiniz. Hətta bunu da biraz çölə çıxarda bilərik. Və modelimizi bu şəkildə tamamlaya bilərik. İstəsəniz, explode olmayan view-nu da gətirib qoya bilərsiniz bura. Hər ehtimala qarşı məlumat vermək üçün yığılanda. Təbii ki, bunun tam doğru formasını sizə göstərəcəm. Bu şəkildə qoyuruq, rənglendiririk, OK basırıq. Modelimizi bu şəkildə istəsəniz göstərə bilərsiniz. OK. Yenə dediyim kimi, istəsəniz burada right klik edib add sheet deyə bilərsiniz. Məsələn, orada explode view-nu göstərdiniz. Burada, yəni sheet 2-də bu view-nu göstərə bilərsiniz. Current view-nu göstərə bilərsiniz və gəlib bunu rəngləndirərsiniz. Bu şəkildə. Sonra bill of materialda bundan çıxardarsınız bill of materialı. OK basarsınız. Gətirib burada bunu bu şəkildə qoya bilərsiniz. Yenə eyni metodik olacaq. Auto balon desəniz, avtomatik olaraq burada balonlama edəcək. Bura klik edirik. Sonra OK-yə basırıq. Bəzən olur belə bir sorunlar verə bilir. Auto balon etmir. Bura klik edirik, yenidən edirik. Əgər etməsə, məcbur şəkildə manual olaraq etmək məcburiyyətində qalırıq. Gəlib bu şəkildə manual olaraq qoya bilərsiniz. Əlavə edirik. Təbii ki, içəridə bir modelimiz var idi, onu göstərə bilməyəcəyik. Onun üçün Explode View-dan istifadə etdik əsasən. Bu şəkildə modellərimizi qoya bilərik və gövdə hissəsi də yadınızdan çıxmasın, bu ayrıca bir gövdədir. Bu şəkildə qoyub modelimizi belə də göstərə bilərik. Bu model də bu şəkildə. Beləliklə montajı da tamamilə bitirdik. Sizdən indi istəyəcəyim montajda olacaq məcburi tapşırıqlar olacaq. Bu tapşırıqlar maraqlı tapşırıqlardır. Çalışın bu tapşırıqları bir-bir edin. Bu tapşırıqları etdikdən sonra başlanğıc səviyyəsində olan hər şeyi bitirmiş olacaqsınız. Ondan sonra isə beynəlxalq imtahanlara giriş edəcəm sizə. İlk beynəlxalq imtahanın girişini verəcəm və necə hazırlaşmaq lazımdır onu göstərəcəm. Daha sonra irəli səviyyədə davam etmək istəyirsə, irəli səviyyə dərslərinə birgə davam edəcəyik istəyənlər üçün. Bir-bir bunlar haqqında məlumat verim. Burada not qoymuşam. Bunu hər zaman dediyim kimi ilk olaraq gəlin notu oxuyun. Görün nə yazılır burada. Daha sonra modellərimizi başlayaq. Məsələn, burada belə bir şəkil əlavə eləmişəm və necə assemble eləyəcəyinizi göstərmişəm bu şəkildə. Ayrıntılı belə bir şəkli var. Daha sonra burada sizin üçün partları bu şəkildə göstərmişəm. İstəsəniz girib videosuna da baxa bilərsiniz. Bu şəkildə girib modelləri bir-bir əlavə edib montajlayacaqsınız. Yenə köhnə versiyalar üçün ayrıca var bizim partlarımız. Bu arabadır. Daha sonra dəyirman var. Bu şəkildə yenə verəcəm sizə. Bu şəkilləri göndərəcəm. Notlarımız olacaq. Yenə partlarımız burada hazır olacaq. Partlardan istifadə edə bilərsiniz. İstifadə edin bu partlardan və bu şəkildə assemble edin. Bu partları yenidən create eləməyə çalışmayın. Çox vaxtınız alacaq. Burada assemble öyrənirik. Narahat olmayın, gələcəkdə çox məcburi tapşırıqlarınız olacaq bu kimi. Yəni, part create eləmə üzərindən. Daha sonra yenə burada fərqli modelimiz var. Bunların da şəkilləri var. Lay'lər var. Yenə bunun şəkli var.
bunun montajını görəcəksiniz. Belə bir məlumat vermişəm. Bu ölçülərə fikir verməyə ehtiyac yoxdur. Sadəcə necə montaj edəcəyinizi görəcəksiniz. Zaten açdığınız zaman məntiqlə necə montaj olunmalıdır, onu başa düşəcəksiniz. Bəzi şeylər xətalıdır. Özüm bilərəkdən xətalı qoymuşam. Onları tapmağa çalışın. Ölçülərdə xətalar ola bilər. Onları tapmağa çalışın. Partın ölçülərində və ya assembly üzərində ölçülərdə xətalar ola bilər. Measurementdən istifadə edib onları tapmağa çalışın. Measure eləyin, ölçülər alın. Diqqətli olun. Bunlar çox önəmli tapşırıqlardır. Yenə dediyim kimi belə bir tapşırıq var. Valve var. Valve-la əlaqəli bir tapşırığımız var. Yenə tərəzi ilə əlaqəli bir tapşırığımız var. Bu tapşırıq biraz daha challenge-dır. Bu tapşırığın şəklini qoymamışam. Siz necə özünüz assemble edəcəksiniz, onu görmək istəyirəm. Bu şəkildə məcburi tapşırıqlarımız da bu şəkildə olacaq. Montaj dərsimizdə bununla tamamilə bitiririk. Daha sonra məcburi tapşırıqları yenə bitirdikdən sonra təbii ki bizim əlavə tapşırıqlarımız olacaq. İstəsəniz ona başlaya bilərsiniz. Amma məcburi tapşırıqlar ilk öncəlikdir. Bu gün də deyəcəklərim bu qədər. Hələlik.